Məni izləyən hər kəsi salamlayıram. Paylaşdığım videolardan xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Bu gün mal dilindən delikates hazırlayacağam. Əvvəlcə yuyub 30 dəqiqə soyuq suda saxladığım dili, dəfnə yarpağı, qara istiot, zirinc əlavə etdiyim suda 2-2 saat yarım vamutda qaynadıram. Qaynara çıxdıqdan sonra duzunu tökürəm. Tam pişmiş dili sudan çıxarıb soymağa buraxıram və soyduqdan sonra üz qabığını təmizləyirəm. Gördüyünüz qalınlıqda dilimləyib kərə yağında o yüz bu yüz qızardıram. Qızardarkən də zövqə uyğun duzlayıram. Delikateslərin dadı ecazkar alınır. Süfrəyə qızarmış göbələk və kartofla servis edə bilərsiniz. Hazırlayan hər kəsə nuş olsun.